Urok 25. Keçirik mətni oxuyaq. В заповеднике. Заповедник qoruq deməkdir. Qoruqda. Вы знаете, что такое заповедник? Siz bilirsiniz qoruq nədir? Заповедник – это место, где все растения, животные, птицы и насекомые защищены от воздействия человека. Qoruq bu elə bir yerdir ki, orada bitkilər, heyvanlar, quşlar, həşəratlar insan təsirindən qorunur. Здесь нельзя охотиться, бросать мусор или рубить dərevyə. Burada ovlamaq, zibil atmaq, ağaçları kəsmək olmaz. На территории России есть более 100 заповедников. Rusiyanın ərazisində 100-dən çox qoruq var. А вы когда-нибудь ездили на экскурсию в заповедник? Bəs siz nə vaxtsa qoruğa səyahətə getmisiniz? Если нет, присоединяйтесь ко мне. Əgər olmamısınızsa, onda mənə qoşulun. Меня зовут Саша. Məni Саша çağırırlar. Я биолог. Mən bioloqam. Сегодня я еду на экскурсию в заповедник первый раз. Bugün mən ilk dəfə qoruğa səyahətə gedirəm. Туда нужно ехать на машине, потому что ходить по территории пешком слишком трудно и опасно. Ora maşınla getmək lazımdır. Çünki əraziyə потому что ходить по территории пешком. Çünki ərazidə piyada gəzmək çox çətindir və qorxuludur. Пока мы едем на машине, мы слушаем рассказы гида о природе региона и о животных, которые здесь обитают. Maşında getdiyimiz vaxtı biz bələdçinin bu ərazinin təbiəti və heyvanları haqqında danışdıqlarına qulaq asırıq. Bu ərazidə обитают, yerləşən, məskunlaşan, belə də deyə bilərik. Heyvanlar və bitkilər haqqında danışdıqlarına qulaq asırıq. Мы видим, что над лесом летают птицы. Biz görürük ki, meşənin üzərində quşlar uçurlar. Смотрите, как низко летит эта птица, говорит гид. Bələdçi deyir, baxın, bu quşlar necə də aşağıdan uçurlar. Это дикая утка, bu vəhşi ördəkdir. Она обитает недалеко от реки. O, çayın yaxınlığında məskunlaşıbdır. Мы едем к реке и останавливаем машину. Biz çaya yaxın gedirik və maşını dayandırırıq. Гид говорит, что если мы будем сидеть тихо, мы сможем увидеть много животных. Bələdçi deyir ki, biz əgər sakit dursaq, biz çoxlu heyvanlar görə bilərik. Вот бежит заяц. Budur, dovşan qaçır. Зайцы бегают со скоростью 60 км в час. Объясняет гид. Bələdçi izah edir ki, dovşanlar saatdə 60 km qaça bilirlər. Кроме того, зайцы хорошо умеют плавать. Bundan başqa dovşanlar yaxşı üzmək bacarırlar. А сейчас посмотрите на другой берег реки. İndi isə çayın o biri sahilinə baxın. Мы видим, что вдоль берега идет большой медведь. Biz görürük ki, çay sahilindən böyük ayı gedir. Кажется, что медведи ходят очень медленно. Elə görünür ki, ayılar çox asta gedirlər. Но стоит знать, что медведи бегают быстрее, чем человек. Amma bilmək lazımdır ki, ayılar adamdan bərk qaçırlar. А что это плывет вниз по реке, спрашиваю я. Mən soruşuram, bəs bu nədir çayda aşağıya axır? Это большие куски дерева, объясняет гид. Bələdçi izah edir ki, bu böyük ağac qırıqlarıdır. Здесь недалеко обитают бобры. Burada yaxınlıqda qunduzlar məskunlaşıblar. Они строят плотину. Onlar bənd tikirlər. А сейчас пора ехать дальше. İndi isə davam etmək lazımdır. Если нам повезет, сегодня мы сможем увидеть волка, лису, белку и оленя. Əgər bizim şansımız gətirsə, bu günləri biz canavar, tülkü, dələ və maral görə bilərik. В заповеднике, понимая, что природа каждого региона уникальна. Qoruqda başa düşürsən ki, təbiətin
Hər guşəsi özünə məxsusdur. Люди, не разрушайте эти красоту. İnsanlar, bu gözəlliyi məhv etməyin. Цените, берегите природу нашей планеты. Bizim planetimizi qoruyun və dəyərləndirin. Вопросы к тексту. Mətnə aid suallar. Birinci sualda yazıb, что такое заповедник? Qoruq nədir? В чем разница между заповедником и зоопарком? Zooparkla qoruğun fərqi nədədir? Какие животные обитают в лесах России? Rusiyanın meşələrində hansı heyvanlar məskunlaşıblar? Почему нужно ехать в заповедник на машине? Nə üçün qoruğa maşınla getmək lazımdır? В вашей стране есть заповедники. Sizin ölkənizdə qoruqlar var. Что там можно увидеть? Orada nə görmək olar? Что мы должны делать, чтобы беречь природу нашей планеты? Bizim ölkəmizin təbiətini qorumaq üçün biz nə etməliyik? Tablitsa 1. Birinci tablitsada feillərə baxaq. İtti, ходить, getmək deməkdir. Bitməmiş zamanda, yəni indiki zamanda da götürə bilərik. Я иду. Tak, mən gedirəm. Я хожу. Tak, хожу bu müxtəlif istiqamətə, bunu demişdik keçən dərs. Getdi, qayıtdı. Həm bitmiş zamanda bunu götürə bilirik. Getdi, qayıtdı. Tak, misal üçün birini hallandıraq. Я иду, ты идешь, он идет. Мы идем, вы идете, они идут. Mən gedirəm, sən gedirsən, o gedir. Biz gedirik, siz gedirsiniz, onlar gedirlər. Keçmiş zamanda şol olur itti feili. Şol, şıla, şli. Kişi cinsində o getdi, şol. Qadın cinsində o getdi, şıla. Cəmdə ani, şli. Onlar getdilər. Хожу. Tak, mən gedəcəm. Və yaxud da bunu ходил, mən getdim mənasında da götürə bilərik. Bu eyni zamanda həmi bitmiş zamandakı kimi də götürülə bilir. Хожу, ходишь, ходит, ходим, ходите, ходят. Ходил, ходила, ходили. İkinci, ехать, ездить. Ехать maşınla getmək. Yenə də ехать bitməmiş zamanda, ездить bitmiş zamanda olacaqdır. Еду, едешь, едет. Едем, едете, едут. Ехал, ехала, ехали. Sonra лететь. Лететь uçmaq deməkdir. Я lечу, я летаю. Я lечу indiki zamanda, indiki zamanda bitməmiş zamandadır. Amma летать, yəni letayu deyərkən hallandırsam, bu olacaq bitmiş zamanda. Birinci feillərin hər biri indiki zaman, bitməmiş zamanda nesavşenli vid. İkinci feillər, eyni feilin ikinci forması bitmiş zamanda verilir hər dəfə. Lечу, летишь, летит. Uçuram, uçsan, uçur. Letim, letite, letят. Uçuruq, uçursuz, uçurlar. Letel, kişi cinsində uçdu. Letela, qadın cinsində. Leteli, cəmdə uçdular. Sonra летаю, летаешь, летает. Летаем, летаете, летают. Летал, летала, летали. Бежать feili, qaçmaq. Bежать, бегать. Birinci, бегу, qaçıram. Бежишь, бежит, бежим, бежите, бегут. Бежал, бежала, бежали. Bitmiş zamanda. Бегаю, бегаешь, бегает, бегаем, бегаете, бегают. Бегал, бегала, бегали. Плывать, üzmək deməkdir. Плыть bitməmiş. Плавать bitmiş zamanda. Плыву, плывешь, плывет. Плывем, плывете, плывут. Плыл, плыла, плыли. Bitmiş zamanda. Плаваю, плаваешь, плавает. Плаваем, плаваете, плавают. Плавал, плавала, плавали. Keçdik, оставаться, qalmaq deməkdir. Misal üçün, mən evdə qalıram. Я остаюсь дома. Mən evdə qalıram, bitməmiş zamanda. Я останусь, mən qalacam, bitmiş zamandadır bu. Оставаться. Остаюсь, останешься, остается. Остаемся, остаетесь, остаются. Оставался, оставалась, оставались. Останусь, останешься, останется, останемся, останетесь, останутся. Остался, осталась, остались. Так, kussat, dişləmək deməkdir. Kussayu, dişləyirəm. Ukuşu, dişləyəcəm, bitmiş zamanda.
Amma birinci kussay indiki zamanda bitməmiş zamandadır eyni zamanda. Kussay, kussayış, kussayit, kussayım, kussayiti, kussayut. Dişləyirəm, dişləyirsən, dişləyir, dişləyirik, dişləyirsiz, dişləyirlər. Kussal, kussala, dişlədi, kussali, dişlədirlər. Ukuşu dişləyəcəm, ukusiş, dişləyəcəm. Укусит, укусим, укусите, укусят. Укусил, укусила, укусили. Укусил dişləyirdi, укусила так, yenə də bitmiş zamanda dişləyirdi, dişləyirdilər. Tak keçdik ustavat. Ustavat yorulmaq deməkdir. Ya ustayım, ya mən yoruluram, ya ustanı mən yorulacam. Устан, устаешь, устает, устаем, устаете, устают. Уставал, уставала, уставали. Bitmiş zamanda ustanı, ustaniş, ustanit. Deməli, yorulacam, yorulacan, yorulacaq. Ustanim, ustaniti, ustanut, yorulacaq. Biz yorulacaq, siz yorulacaqsınız, onlar yorulacaqlar. Ustal, ustala, ustali. Yenə də yorulurdu, yoruldu. Tak, on ustal, o yorulurdu. Ani ustali, onlar yorulurdular. Brasat atmaq, tullamaq deməkdir. Ya brasаю, mən atıram, ya broşu, mən atacam. Бросаешь, бросает, бросаем, бросайте, бросают. Бросал, бросала, бросали. Брошу, бросишь, бросит, бросим, бросите, бросят. Бросил, бросила, бросили. Keçdik, возвращаться, qayıtmaq deməkdir, geri qayıtmaq. Ya возвращаюсь, я вернусь, mən qayıdıram, ya mən qayıdacam. Возвращаешься, возвращается, возвращаемся, возвращаетесь, возвращаются. Возвращался, возвращалась, возвращались. Вернусь, вернешься, вернется. Вернемся, вернетесь, вернуться. Вернулся, вернулась, вернулись. Ninavidit, yəni görmək istəmirəm. Ninaviju тебе, nifrət edirəm sənə. Tipa belə bir sözdür. Ninaviju, ninavidiş, ninavidit. Ninavidim, ninavidите, ninavidят. Ninavidel, ninavidela, ninavideli. Использовать, istifadə etmək deməkdir. Я использую, ты используешь, он использует. Мы используем, вы используете, они используют. Использовал, использовала, использовали. Habitat məskunlaşmaq, yaşamaq deməkdir orada. Qidalanmaq. Обитаю, обитаешь, обитает, обитаем, обитаете, обитают. Обитал, обитала, обитали. Бояться, qorxmaq deməkdir. Я боюсь, mən qorxuram. Боишься, он боится, мы боимся, вы боитесь, они боятся. Боялся, боялась, боялись. Ценить, dəyərləndirmək deməkdir. Я ценю, ты ценишь, он ценит, мы ценим, вы цените, они ценят. Ценил, ценила, ценили.